Ədəd oxununda 72,53 onluq kəsiri hansı natural ədədə daha yaxındır? 72,53 ədədi 72 və 73 arasında yerləşir. Bunların ortasında isə 72,50 var. 72,50-dən böyük olanlar 73-ə yaxındır. 72,50-dən kiçik olanlar isə 72-yə yaxındır. Bu ədəd 72,50-dən böyük olduğuna görə 73-ə daha yaxındır. 2012-ci ildə bir mağazalar şəbəkəsinin 7 filialı var idi və bundan sonra hər il 4 yeni filial açıldı. Onda biz bunu cəbr şəkildə belə yaza bilərik. 7 dənə filialı var idi və hər il 4 yeni filial açıb. Yəni 7 üstə gələk 4 vurulsun x. Digər mağazalar şəbəkəsi isə eyni ili 13 filialı var idi. Yəni 13 üstə gələk və bundan sonra hər il 2 yeni filial açdı. Yəni üstə gələk 2x. 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı eyni olar? Bərabər qoyuruq arasına, yəni bir-birinə bərabər olar. 7 üstə gələk 4x nə deməkdir? Yəni 7 filialı var və hər il 4 yeni filial açır. 13 üstə gəl 2x isə, yəni 13 filialı var və hər il 2 dənə yeni filial açır. Bu da olacaq A variantı. Lalə lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi, lakin o 0-ı unudaraq hesablamadan 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. Lalə hansı nəticəni almalı idi? Əvvəlcə 378-i 21-ə bölək görək. Əvvəlki ədəd hansı ədəd idi? 378-i, çünki burada nə ediblər? Həmin ədədi, bilmədiyimiz bir x ədədini 21-ə vurub və 378 alıb. Deməli, biz 378-i 21-ə bölsək, həmin ədədi tapa bilərik. Bir dəfə düşür, 21, 16, 8, bu da 8 dəfə düşür, 168, 18 imiş, həmin ədəd 18 imiş, x 18-dir. İndi biz 18-i 21-ə yox, 201-ə vurmalıyıq. Çünki o səhvən 21-ə vurub. İndi biz 18-i 201-ə vuraq. 201-i vuraq 18-ə, 8 dəfə, 16, bir dəfə 1, bir dəfə 0, 0, bir dəfə 2, 2 bunları toplayırıq. Olur 3618. Deməli, Lalə 3618 ədədini almalı idi. 54-cü suala baxaq. Vüqar 5 manat pul xərcləsə, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olacaq. Vüqarın y manat pulu varsa, 5 manat xərclədikdən sonra qalan pul üçün uyğun bərabərsizlik yazın. Deməli, Vüqarın y manat pulu var. Vüqar 5 manat pul xərcləsə, yəni y-dən 5-i çıxsaq, onun qalan pulu 9 manatdan çox olar. Yəni böyükdür, 9-dan çox olar. 12 manatdan isə az olar. Kiçikdir 12-dən. Deməli, Vüqarın y manat pulu var. O 5 manat xərcləsə, onun pulu 9 və 12 arasında bir ədəd olar. Deməli, cavabımız nə oldu? Cavabımız oldu B variantı. 9 və 12 arasında hər hansı bir ədəd olacaq. Şəkildə ortaq hissəyə malik və ölçüləri 8-in 10-a və 12-nin 9-a olan düzbucaqlılar verilmişdir. Açıq boz rəngli hissənin sahəsi 98 olarsa, tünd boz hissənin sahəsini tapın. Deməli, burada əvvəlcə biz 12-ni 9-a vurub bu ağ rəngli düzbucaqlının sahəsini tapaq. Çünki düzbucaqlının sahəsini tapmaq üçün onun eninin uzunluğuna vurmalıyıq.
Yəni 9-u vuraq 12-yə, görək bu ağ rəngli düzbucaqlının sahəsi nə qədərdir? 18 bir yadda, 108. 108 imiş. Onda biz 108-dən 98-i çıxsaq, bu ortaq hissəni tapa bilərik. 108-dən çıxırıq 93-ü, qalır 15. Deməli bu hissə 15 imiş. İndi gəlin bu rəngli düzbucaqlının ümumi sahəsini tapaq. S bərabərdir. 8-i 10-a vursaq, düzbucaqlının sahəsini taparıq 80. Bu düzbucaqlının ümumi sahəsi 80-dir. Deməli biz 80-dən 15-i çıxsaq, rəngli hissənin sahəsini tapa bilərik. 80 çıxılsın 15 bərabərdir 65. Gəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənməlidir. Yüksüz gəmi 50 tondur. Təlimata əsasən gəminin suyun üzərində qala bilməsi üçün yüklə birlikdə ümumi ağırlığı 75 tondan az olmalıdır. Deməli, gəminin yüksüz çəkisi 50-dir. 50 tondur. Gəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənməlidir. Yəni, 50-nin üstünə gələcəyik. 2 ton vurulsun x. Neçə dənə blok olduğunu bilmirik. 2 vurulsun x. Təlimata əsasən isə nə olmalıdır? 75-dən az olmalıdır. Kiçikdir 75. Bu aşağıdakı bərabərliklərin hansını ifadə etmək olar? Burada x gəmiyə yüklənən metal blokların sayını göstərir. Bu isə hansı oldu? Oldu C variantı. 50 üstə gələk 2x kiçikdir 75-dən. 50 gəminin öz çəkisidir. 2 vurulsun x isə x sayda 2 tonluq metal bloklardır. Toplayanda 75-dən az olmalıdır. Aşağıdakılardan hansılar iki düz xəttin kəsişməsindən alınan bucaqların ölçüləri ola bilər? Əgər iki düz xətt kəsişibsə, burada qonşu və qarşılıqlı bucaqlar alınır. İki düz xətt kəsişdikdə qarşıdakı bucaqlar bir-birinə bərabər olmalıdır. Alfa, alfa. Burada beta, beta olsun. Beta, beta. Yəni, bu ikisi qarşı tərəfdəkilər bir-birinə bərabər olmalıdır. Buradakılar da bir-birinə bərabər olmalıdır. Qonşu bucaqların cəmi isə 180 olmalıdır. Deməli, A bəndi ola bilməz, B bəndi ola bilməz, C bəndi də ola bilməz. Cavab olacaq D bəndi. Bunlar 40 dərəcədir hər ikisi. Digərləri isə 140 dərəcədir. Bura isə 140 dərəcədir. 140 dərəcədir. Qarşıdakılar bir-birinə bərabərdir. Və qonşuları da toplayanda 180 dərəcə eləyir. 40 ilə 140-ı toplayanda 180 dərəcə eləyir. Deməli, cavab olacaq D bəndi. Aşağıdakı fiqurlardan hansıların 4 simmetriya oxu var? Burada A və D-nin 4 simmetriya oxu var. Gəlin baxaq. Simmetriya oxu. Birinci simmetriya oxu buradandır. Yəni, buradan qatlasaq, yuxarı və aşağı üst-üstə düşəcək. Yəni, yuxarı ilə aşağı eyni olmalıdır. 1. İkinci simmetriya oxumuz buradandır. 2. Üçüncüsü buradandır. 3. Dördüncüsü də buradandır. 4 dənə simmetriya oxu var. Burada da 4 dənə simmetriya oxu var. Birincisi buradandır. 2, 3 və 4. 4 dənə simmetriya oxu var. A və D olacaq cavab. Bəs bunun neçə simmetriya oxu var? Bunun isə 3 dənə simmetriya oxu var. 1, 2 və 3. Bu fiqurun isə 2 dənə simmetriya oxu var. 1 və 2. Cavabımız olur A və D-nin 4 simmetriya oxu var. Müəllim lövhədə 2 düzbucaqlı çəkdi. Sənan bölgüləri düyümlə verilən xəttkeşi istifadə etməklə bir düzbucaqlının enini 20 düyüm. Gəlin yazaq. Düzbucaqlıdır. Enini 20 düyüm. Uzunluğunu isə 30 düyüm ölçdü. Nərmin isə bölgüləri santimetrlərlə verilən xəttkeş istifadə etməklə digər düzbucaqlının enini 20 və 30 ölçdü. Bu isə 20 santimetr və
30 santimetrdir. Bu Nərmin ölçüb, bu birisini isə Sənan ölçüb. Bu düyümünəndir, bu birisi isə santimetrlə. Buna görə aşağıdakılardan hansı doğrudur? Burada verilib 1 düyüm 2,54 santimetrdir. Nərminin tərəflərini ölçdüyü düzbucaqlığın sahəsi daha böyükdür. Hər iki düzbucaqlığın sahəsi eynidir. Sənan tərəflərinin düzbucaqlığın sahəsi daha böyükdür. Gəlin bunların sahəsini hesablayaq. Əvvəlcə gəlin Nərminin çəkdiyi düzbucaqlığın sahəsini hesablayaq. Nə edəcəyik? 20-ni vuracağıq 30-a, eləyəcək 600. İndi biz burada bu düyümləri santimetrə çevirməliyik. Burada bir düyüm 2,54 santimetr olduğuna görə deməli 20-ni 2,54-ə vursaq biz düzbucaqlığın enini tapa bilərik. Deməli nə edirik? 20 düyümü vururuq 2,54-ə və santimetrə çeviririk. Bu 0 vergülü bir vahid sağa sürüşdürür. Bu olur 25,4. 25,4-ə 2-yə vursaq verir 50,8. 50,8 santimetr. En oldu 50,8 santimetr. Eni daha çoxdur. Burada 20'dir, burada 50'dir. İndi uzunluğunu çevirək. 30 düyümü vururuq. Yenə 2,54'ə vururuq ki santimetrə çevirsin. 2,54'ə çevir. Yenə bu onluğu ayırıb vergülə vursaq, onluq keçirə vursaq, vergül bir vahid sağa çevirilər və 25,4 olar. 12 bir yadda, 15, 16 bir yadda, 76,2 də uzunluğu oldu. 76,2. Heç bunu hesablamaya ehtiyac yoxdur. Bunun eni 50,8'dir, uzunluğu da 76,2'dir. Burada isə 20 və 30'dur. Deməli, Sənanın düzbucaqlısının sahəsi daha çox olacaq. Nərminin tərəflərinin düzbucağın sahəsi böyükdür. Bu yanlışdır. Hər iki düzbucaqlığın sahəsi eynidir. Bu da yanlışdır. Sənanın tərəflərini ölçdüyü düzbucağın sahəsi daha böyükdür. Bəli, cavab olur C variantı. Sənanın ölçdüyü düzbucaqlığı daha böyükdür. Ölçü vahidləri fərqli olduğu üçün düzbucaqlığın sahəsi müqayisə edilə bilməz. Bu da yanlışdır. Çevirib müqayisə edə bilərik. Xətti diaqramda Samirin bir həftə ərzində günlər üzrə yeridiyi məsafələr təsvir olunmuşdur. Bu məlumata əsasən aşağıdakılardan hansı doğrudur? Ədədi orta mediana bərabərdir. Burada ədədi orta ədədləri toplayıb sayına bölməliyik. Gəlin ədədləri toplayaq. 7, əvvəlcə yazaq. Bazar ertəsi 7'dir. Çərşənbə axşamı 6'dır. Sonra çərşənbə 8'dir. Cümə axşamı 5'dir. Cümə 8'dir. Şənbə 9'dur. Bazar isə 8'dir. Ədədlərimiz bunlardır. Əvvəlcə ədədin ortanı tapaq. Ədədi ortanı tapmaq üçün bunları toplamalıyıq. Hamısını sonra da 7'yə bölməliyik. 1, 2, 3, 4, 5, 6. 7'dən olduğuna görə 7'yə bölməliyik. Bunları toplayırıq. Eləyir 13, 21, 26, 34, 43, 51. Ədədi orta oldu 7'də 51. Median. İndi medianı tapaq. Medianı tapmaq üçün biz bunları sıra ilə düzməliyik. 5, 6, 7, 3 dənə 8 var. 8, 8, 8 və 9. Median ortadakı ədəddir. Median 8'dir. Deməli, ədədi orta 7'də 51'dir, amma median 8'dir. Deməli, bir-birinə bərabər deyil. Bu getdi. İndi modanı tapaq. Moda ən çox təkrarlanan ədəd deməkdir. Moda ən çox təkrarlanan ədəd. Ən çox təkrarlanan ədəd 8 isə, deməli, bunun modası 8'dir. Moda ilə median bir-birinə bərabər oldu. Demək, cavabımız B variantıdır. Çünki median da 8'dir. Ortadakı ədəd 8'dir. Moda da 8'dir. Yəni, ən çox təkrarlanan ədəd də 8'dir. Bunlar bir-birinə bərabərdir.
61-ci suala baxaq indi. Diaqramda bir məktəbin şahmat komandasının 5 üzvünün yarışda topladığı xallar göstərilmişdir. Verilənlərə əsasən bu üzvlərin orta balını tapın. Orta balı tapmaq üçün toplayıb yenə sayına bölməliyik. Leyla 5-dir, üstə gələk Əli 7-dir, üstə gələk Sevinç 4-dür, Fərhad 8-dir, Aysu isə 6-dır. Toplayıb böləcəyik 1, 2, 3, 4, 5. Toplayıb böləcəyik 5-ə bərabərdir. Bunları toplayaq indi 12, 16, 24, 30. 30'u da 5'e bölsək qalacaq 6. Deməli, orta bal 6'dır. Orxan həftədə 4 gün idman zalına gedir və hər dəfə 1 saat məşq edir. O 3 həftə ərzində ümumilikdə neçə saat məşq edir? Orxan həftədə 4 gün idman zalına gedir və hər dəfə 1 saat məşq edir. Deməli, bir həftəyə 4 gün gedir və 1 saat. 4 vurulsun 1 bərabərdir 4 saat. Deməli, bir həftəyə 4 saat məşq edir. 3 həftə getsə, onda 3'ü 4'ə vuracaq, bərabərdir 12 saat. Deməli, 3 həftəyə 12 saat idmanla məşğul olur. Nihat dostları ilə birlikdə velosiped sürməyə çıxır. Onlar qərara gəldilər ki, hər gün ən azı 3 kilometr, ən çoxu isə 12 kilometr yol qət etməlidirlər. Nihat x kilometr yol qət edir. Aşağıdakı bərabər sitələrin hansı Nihatın bu gündə ifadə etdiyi ifadənin? Yəni, Nihat x kilometr yol gedib. Onlar qərara gəldilər, hər gün ən azı 3 kilometr, ən çoxu isə 12 kilometr yol qət edir. Yəni, 3 ilə 12 arasında olmalıdır. Nihatın qət etdiyi məsafə 3 ilə 12 arasında olmalıdır. İndi biz burada, bura kiçik yox, kiçik bərabərdir işarələri qoymalıyıq. Çünki ən azı deyir. Ən azı 12 deyirsə, yəni 12 də ola bilər, 12 də ola bilər, 11 də ola bilər, 10 da ola bilər və daha doğrusu ən çox 12-dir. Ən çox 12-dirsə, yəni 12 də ola bilər, 11 də ola bilər, 10 da ola bilər. Ən azı 3 kilometrdirsə, yəni 3 kilometr də ola bilər, 4 kilometr də ola bilər. Yəni biz burada bərabərlik işarəsində qoymalıyıq. Cavabımız olacaq 3 kiçik bərabərdir x-dən, o da kiçik bərabərdir 12-dən. Məktəbdəki Riyaziyyat dərnəyində 25 şagird, fizika dərnəyində isə 18 şagird iştirak edir. 10 şagird isə həm Riyaziyyat, həm fizika dərnəyində iştirak edir. Yalnız Riyaziyyat və yalnız fizika dərnəyində iştirak edən şagirdlərin ümumi sayını tapın. Deməli, Euler-Venn diaqramında yazaq. Bura ümumi məktəbdir. Ümumi məktəbdə 25 şagird var. Fizika dərnəyində, bura fizika dərnəyi olsun. Bu birisi isə Riyaziyyat dərnəyi olsun. Fizika dərnəyində 18 şagird iştirak edir. 10 şagird isə həm Riyaziyyat, həm fizika dərnəyində iştirak edir. Yəni, bu ortada 10 nəfər var. Çünki həm Riyaziyyatda iştirak edir, həm də fizikada iştirak edir. Fizikada iştirak edənlər 18 nəfər idi. 18 nəfərin 10 nəfəri buradadırsa, deməli, burada qalır 8 nəfər. Toplayanda 18 nəfər eləyir. Yəni, 18 nəfər fizika ilə məşğul olur. Onlardan 8-i yalnız fizika ilə məşğul olur. 10 nəfəri isə həm fizika ilə məşğul olur, həm riyaziyyat ilə məşğul olur. Həm də fizika dərnəyində iştirak edir. Bunları yazdıq. Yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edən şagirdlərin ümumi sayını tapın. Deməli, 25 nəfər var idisə, 25 nəfərdən 18 nəfəri çıxsaq, riyaziyyat dərnəyində iştirak edənləri hesablaya bilərik. Burada 25 şagirdin 25'i də dərnəkdə iştirak elədiyinə görə bu kənarda çəkdiyimiz dairəni çəkməsək də olar. Gəlin onu yazmayaq, çaşdırmasın.
Deməli, bura fizika dərnəyidir, bura isə riyaziyyat dərnəyidir. 10 nəfər hər ikisində iştirak edir. Hər ikisində iştirak edirsə ortaqdır. Ortaq olanları bura yazırıq. Fizikada 18 nəfər var. 18 nəfərin 10 nəfərini bura yazmışıqsa 8 nəfərini bura yazmalıyıq. 25 nəfər isə ümumidir. 25 nəfər isə ümumidir. Deməli, biz 25-dən 18-i çıxsaq, qalacaq 7. 7 nəfər isə burada olmalıdır ki, toplayanda 25 eləsin. Deməli, yalnız riyaziyyatla məşğul olan 7 nəfərdir. Yalnız fizika ilə məşğul olan 8 nəfərdir. Ümumi fizika ilə məşğul olan 18 nəfərdir. Ümumi riyaziyyatla məşğul olanlar isə 17 nəfərdir. Bizdən soruşur, yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edənlərin ümumi sayını. Yəni, yalnız fizika 8-dir, yalnız riyaziyyat isə 7-dir. Bunların cəmini soruşur. Bu da 15 nəfər olur. Aşağıdakı verilmiş cədvəllərdən hansı x və y arasında düz mütənasib asıllıq mövcuddur? Düz mütənasibliyin asıllığı y bərabərdir, k vurulsun x-dir. Yəni, y-i almaq üçün x-i k-ya vurmalıyıq. Burada birinci cədvəldə vurma ilə almaq olmur. X-dən y-i almaq olmur. B bəndində də vurma ilə x-dən y-i almaq olmur. Amma C bəndində 7-yə vurmaqla x-dən y-i almaq olur. 1-i 7-yə vursaq 7 olur. 2-ni 7-yə vursaq 14 olur. 3-ü 7-yə vursaq 21 olur. 4-ü 7-yə vursaq 28 olur. Deməli, cavabımız olacaq C bəndi. Dəmirdən hündürlüyü 2 metr, oturacağının radiusu 1 metr olan silindir formalı su çəni düzəltdilər. Bu çən yan səthi və üst oturacağı olmaqla yalnız çöl hissədən boyanacaqdır. Yalnız yan səthi və üst oturacaq, yəni aşağısı rənglənməyəcək. İstifadə olunan boyanın bir qutusu 4 kvadrat metr sahəni boyamaq üçündür. Bu çəni verilən şərtlərlə boyamaq üçün neçə qutu boya alınmalıdır? Silindrin yan səthini hesablamaq üçün S yan bərabərdir 2 pi r vurulsun h düsturu ilə yan səthinin sahəsini tapa bilirik. Yəni, yan səthinin sahəsini tapaq. 2 vurulsun pi-nin yerinə burada yazıb 3 qoymalıyıq. Radiusumuz 1-dir, radiusa 1 yazdıq. Hündürlüyü isə 2-dir. Hündürlüyə də 2 yazdıq. Deməli, yan səthinin sahəsi 6, 12. Yan səthinin sahəsi 12-dir. İndi oturacağının sahəsini hesablayaq, üst sahəni. Dairənin sahəsini də pi vurulsun r kvadrat ilə hesablayırıq. Pi-nin yerinə 3 yazırıq, r-in də yerinə yenə 1 yazırıq. Bu da oldu 3. Tam səthinin sahəsini soruşsaydı, oturacağın sahəsini 2-yə vurardıq. Çünki bir dairə aşağıdadır, bir dairə yuxarıda. Amma burada deyir ki, yalnız üst hissə rənglənəcək, alt hissə rənglənməyəcək. Ona görə bunu 2-yə vurmuruq. İndi bunları toplayaq. 12 ilə 3-ü toplasaq eləyir 15. Deməli, 15 kvadrat metr ümumi rənglənən sahədir. Hər 4 kvadrat metrə bir dənə boya qutusu lazımdırsa, onda 15-i biz 4-ə bölsək, neçə qutu boya alınmalıdır? 15-i 4-ə bölsək, qalacaq 3 tam %75. Yəni 4 qutu boya alınmalıdır ki, bu 15 kvadrat metrlik sahə rənglənə bilsin. 3 dənə boya alsaq, bu 0,75 hissəsinə boya çatmayacaq. Ona görə 4 dənə qutu almalıyıq ki, ümumi sahəni rəngləyə bilək. Çox az bir hissəsi də qalacaq. Yəni, bir qutuda az bir hissəsi qalmış olacaq. Cəmil dayının çiçəkləri əkdiyi düzbucaqlı formadakı bağın eni 15-dir, uzunluğu isə 25 metrdir. O, bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? Bunun kvadrat olması üçün bunun burasını belə artırmalıyıq ki, bu kvadrat olsun.
Kvadratın tərəfləri bərabər olur. Deməli biz bunu 10 metr artırmalıyıq ki, burada 25 olsun. Bizdən buradan bu artırılan hissəni soruşur. Neçə kvadrat metr artacaq? Artan hissəni tapmaq üçün bunun uzunluğu da lazımdır bizə. Bura 25-dirsə, burada 25-dir. Uzunluğu da 25-dir. Deməli, bu artan hissənin sahəsini tapmaq üçün n-in uzunluğuna vururuq. Onu vururuq 25-ə, eləyir 250. Artan hissə olacaq 250. X və Y düz mütənasib kəmiyyətlərdir. Düz mütənasib kəmiyyətlərdir, yəni vurmaqla birini düz mütənasibliyə vurmaqla digərini almaq olur. Düz mütənasibliyin düsturu necə idi? Y bərabərdir K vur X. Yəni Y-i almaq üçün X-i K-ya vurmaqla, hər hansı bir ədədə vurmaqla, eyni bir ədədə vurmaqla almalıyıq. Gəlin buradan bölək, 36-nı bölək 12-yə görək, K neçədir? 36-nı 12-yə bölsə 3-dür. Deməli, 3-ə vurmaqla alınıb. 12-ni 3-ə vurublar, 36 oldu. Deməli, biz A-nı tapmaq üçün 25-i vurmalıyıq 3-ə. Eləyəcək 75. Deməli, A 75-dir. Burada isə bölməliyik ki, görək B-ni neçəyə, 3-ü neçəyə vuranda 63 alınır. Deməli, 63-ü böləcəyik 3-ə, olacaq 21. Demək, burada 21 var imiş. Çünki 21-i 3-ə vuranda 63 olur. 25-i də 3-ə vuranda 75 olur. Buradakı heç bu lazım deyil. Burada da 2,4'ü, 2,4'ü 3'ə vuranda yenə də 7,2 olur. Bu lazım deyil. Deməli bizə A və B lazımdır. A-nı da tapdıq, B-ni də tapdıq. Bizdən nəyi soruşur? Cəmini soruşur. 75 ilə 21-in cəmini soruşur. Bu da 96 olur. 69-cu sualda sadələşdirin deyir. Möhtərizəni vurub açmalıyıq biz burada. Vurmanın paylama qanunu ilə 3-ü həm A-ya, həm də 2B-yə vurmalıyıq. Mənfi 3-ü A-ya vursaq, mənfi 3A eləyər. Mənfi 3-ü mənfi 2B-yə vursaq, mənfini mənfiyə vuranda müsbət olur, olacaq. Üstə gələk 6B. İndi 4-ü vurub açırıq. 4A. Üstə gələk. 4-ü burada vururuq. 4-ü 5B-yə vururuq, olur 20B. Bərabərdir. İndi oxşar hədləri tapaq. 3A ilə 4A oxşardır. 6B ilə də 20B oxşardır. Bunları hesablamalıyıq. Mənfi 3A-nın üstünə 4A gələndə bunlar müxtəlif işarəlidir. Böyükdən kiçiyə çıxıb böyüyün işarəsini qoymalıyıq. 4-dən 3 çıxırıq, 1A qalır. Və 4 böyük olduğuna görə müsbət olur. 6B və 20B hər ikisi müsbətdir. Ona görə toplayırıq. Bu da olur 26B. A üstə gələk 26B olacaq. A üstə gələk 26B, yəni B bəndi. Samir'in həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunmuşdur. Samir həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdir? 1 saatdan çox, yəni 1 saat buradır. Buradan yuxarıdakılara baxmalıyıq. Daha doğrusu 1 saat buradadır. Buradan bu xətti keçənləri götürməliyik. 1, 2, 3, 4. 4 gün 1 saatdan daha çox vaxt keçirib. 4 gün. Bilik yarışında iştirak edən 48 şagirddən 12-si yarım final mərhələsində vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarım finalda iştirak edəcək? Yəni 48 nəfər ümumi şagird var, 12 nəfəri yarım finalda iştirak edəcək. Bunu faizə deməli 48-də 12 hissəsi yarım finalda iştirak edəcək. Kəsiri faizə çevirmək üçün onu 100-ə vurmalıyıq. 48-də 12-ni biz 100-ə vurmalıyıq ki, görək neçə faiz iştirak edib. 48-də 12-ni ixtisar eləsək, 12-yə ixtisar eləsək, burada 4 qalacaq, burada 1 qalacaq, yəni 4-də 1 vurulsun 100. Burada 100-ün məxrəcində 1 var. 4 ilə 100-ü yenə ixtisar eləsək 4-də. Burada 25 qalacaq. Deməli, cavab oldu 25%. 25%-i iştirak edəcək yarım finalda. 72-ci suala baxaq indi. BOC bucağı AOB bucağından 2 dəfə, DOC bucağından isə 3 dəfə kiçikdir. BOC bucağının dərəcə ölçüsünü tapın. BOC bucağı. BOC bucağına gəlin X deyək. Bu bucağa X dedik.
AOB bucağından 2 dəfə kiçikdir. AOB bucağından 2 dəfə kiçikdirsə, onda biz bura 2x yazmalıyıq ki, bundan 2 dəfə kiçik olsun. DOC bucağından isə 3 dəfə kiçikdir. DOC-yə isə 3x yazmalıyıq. Bu ortadakı bucaq soldakından 2 dəfə kiçikdir, sağdakından da 3 dəfə kiçikdir. Bu açıq bucaqdır. Açıq bucaqdırsa, bunları toplayanda 180 olmalıdır. Yəni 2x üstəgələk x üstəgələk 3x bərabərdir 180 dərəcə olmalıdır. 3x 6x eləyir toplayanda 6x bərabərdir 180-ə, x də bərabərdir 180-i bölürük 6-ya, x olur 30 dərəcə. BOC bucağının dərəcə ölçüsünü soruşur. BOC bucağı elə x olduğuna görə 30 dərəcədir. Cavabımız olacaq 30 dərəcə. Əgər AOB-ni soruşsaydı 30-u 2-yə vurardıq 60 dərəcə. COD-ni soruşsaydı 30-u 3-ə vurardıq 90 dərəcə olardı. Verilənlərə görə y çıxaq 2x çıxaq z neçə dərəcədir? İki düz xətt kəsişibsə isə burada qonşu və qarşılıqlı bucaqlar alınır. 160 ilə y qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Bura 160 dərəcədirsə, deməli y də 160 dərəcə olmalıdır. Y ilə z isə qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 olur. Bura 160 isə, deməli bura 20 dərəcə olmalıdır ki, toplayanda 180-dən 160 çıxsaq 20 qalır. Demək 20 ilə 160-ı toplayanda 180 olur. Deməli x də 20 olmalıdır. Həm qarşılıqlı olduğuna görə bərabər olmalıdır, həm də 160 ilə qonşu olduğuna görə toplayanda 180 olmalıdır. İndi bu ifadəni hesablayaq. Y-in yerinə yazırıq 160. 160 çıxılsın, 2 vurulsun, x-in yerinə yazırıq 20. Çıxılsın z. Z-in də yerinə yenə 20 yazırıq. 160 çıxılsın, 2-ni 20-yə vursaq 40, çıxılsın 20. 160-dan 40 çıxsaq 120 qalır. 120-dən də 20 çıxsaq 100 dərəcə qalır. Demək cavabımız olur 100 dərəcə. Bir bağban öz planına əsasən əlindəki məftil toru istifadə edərək tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq formalı ağacın ətrafına hasar çəkə bilər. Deməli, bərabər tərəfli üçbucaq formasında hasardır. Tərəfi 12 metrdir. Tərəfləri 12 metrdir. Daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verdi. Gəlin görək bağbanın neçə metrlik məftil toru var. 3-ü 12-yə vursaq 36 metr. Deməli, bağbanın 36 metrlik məftil toru var. Yəni, hasar çəkə bilər. 36 metrlik hasar çəkə bilər. İndi bu fikrini dəyişib, üçbucaq yox, kvadrat formalı eləmək istəyirsə, deməli, 36-nı biz 4-ə bölsək, 36-nı bölsək 4-ə qalacaq 9. Deməli, kvadratın tərəfləri 9 olmalıdır. Üçbucaq formasında eləyirsə 12 olmalıdır. Çünki 3 dəfə 12-nin 36 eləyir. Kvadrat formasında eləmək istəyirsə 9 olmalıdır. Çünki 4 dəfə 9-un 36 eləyir. İndi deyir ki, kvadrat formalı bağçanın sahəsini hesablayır indi. Kvadratın sahəsini hesablamaq üçün 9-un kvadratını tapmalıyıq. Yəni 9-u 9-a vurmalıyıq. 81 eləyəcək. Deməli, kvadratın sahəsi olacaq 81. Barqrafda 2 sütunlu diaqram 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat təsvir edilmişdir. 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı, 2021-də oğlanların sayı, oğlanlar qara rəngdədir. 2001-də oğlanların sayı 70-dir. 70 oğlan. 2023-cü ildə musiqi məktəbindəki qız, 2023-dəki qızların sayı, qızlar qırmızı ilə işarələnib, 2023-dəki qızlar da 50-dir. 50 qız. Musiqi məktəbində qızların sayında neçə nəfər çoxdur? 20 nəfər çoxdur. 70 oğlan var, 50 də qız var. 70-dən çıxdıq 50-ni, deməli 20 nəfər daha çoxdur. Qırmızı rənglər
qızları göstərir, qara rənglər isə oğlanları göstərir, bu isə illəri göstərir.